Qarabağ və Şərqi Zəngəzurda artıq yeni üsul idarə nəzərdə tutulub və tətbiq edilir. Özlüyündə bu daha çevik idarə etmə üçün hesab edirəm ki, daha əlverişlidir. Amma yenə də əsas məsələ kadr məsələsidir. Mən məsəl üçün Naxçıvanda da xüsusi nümayəndə institutu yaratmışam. Ancaq əfsuslar olsun ki, ora təyin etdiyim kadr etimadımı doğrultmuyub və buna görə vəzifəsindən çıxarılmışdır. Bu yaxınlarda Bakının rayonlarının birinə icra başçısı təyin edilmişdir. O təyinat bir qrup şəklində bir neçə icra başçısı təyin edilirdi noyabr ayında. Və o mətbuatda gedib mənim o verdiyim tapşırıqlar, sözlər, insanlara diqqət, iş adamlarına dəyməmək, rüşvətxorluqla bağlı mübarizə, rüşvətxorluğa qarşı, korrupsiya qarşı mübarizə, sosial ədalət. Amma bir aydan sonra o təyin elədiyim adamların birini mən vəzifəsindən çıxartmışam. Yəni bu məni çox məyus edir. Məyus edən də odur ki, gənc kadrlar arasında da pozuntulara yol verənlər əfsuslar olsun ki, var. Yəni burada söhbət ki, gənc nəsil, yaşlı nəsil bu söhbət getmir. İnsanların keyfiyyətindən söhbət gedir. Aldığı tərbiyədən söhbət gedir. Ailədə, məktəbdə, cəmiyyətdə. Ona görə etimad göstərilir, onu doğrudan həmişə dəstəklənir.